Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə Azərbaycanın ənlərinə baxacağıq. Azərbaycanın şimalda ən ucqar nöqtəsi Qutondağ, cənubda ən ucqar nöqtəsi Astara çay, şərqdə Şahdili, qərbdə isə Sədərəkdir. Azərbaycan Respublikasının ərazisində ən hündür zirvə Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində yerləşən Bazardüzü zirvəsidir. Hündürlüyü 4466 metr. Azərbaycanın quruda ən alçaq nöqtəsi Xəzər dənizi sahilləridir, -27 metr. Xəzər dənizində isə ən alçaq nöqtə Lənkəran çökəkliyidir, 1025 metr. Azərbaycan Respublikasının ən uzun sərhədə malik olduğu ölkə Ermənistan Respublikasıdır, 1007 kilometr. Azərbaycan Respublikasının ən qısa sərhədə malik olduğu ölkə Türkiyədir, 15 kilometr. Azərbaycan Respublikasının ərazisində yayılmış ən qədim süxurlar Paleozoy erasına aiddir. Bunlar da Tovuz rayonu ərazisində Əsrikçay və Zəyəmçay hövzəsində, Naxçıvanda isə Dərələyəz və Sədərək qalxmasında yayılmışdır. Azərbaycan Respublikası dünyada ən çox palçı vulkanlarının yayıldığı ərazilərdir. Və ən çox təbii ki, palçı vulkanları Qobustan-Abşeron ərazisindədir. Bu da neft-qaz ehtiyatlarının zənginliyi ilə bağlıdır. Və Azərbaycan ərazisində yerləşən ən böyük palçı vulkanı Torağay vulkanıdır. Hündürlüyü 400 metrdir. Azərbaycan Respublikasında Talış dağlarının ən hündür zirvəsi Kömürköy 2493, Kiçik Qafqazda Naxçıvan hissədə Qapıcıq 3904 və Murovdağda isə Camışdağ 3724 metr təşkil edir. Azərbaycan Respublikasında ən az yağıntı düşən ərazi Qaradağ rayonunda Puta qəsəbəsi ən az yağıntı düşür. Ən çox yağıntı isə Talış dağlarının ətəklərinə, xüsusən də indiyə qədər ən çox yağıntı Lənkəran rayonu Gəgiran kəndinə düşmüşdür. Azərbaycan Respublikasında havanın temperaturunun ən isti olduğu ərazi Culfa ərazisidir. Müsbət 46,5 dərəcə istilik qeydə alınıb. Düzənli ərazidə yenə də ən soyuq ərazi yenə də Culfadır. Təqribən -33 dərəcə qədər şaxta qeydən alınıb. Ona görə də Azərbaycanın ən kontinental ərazisi Culfadır. Yəni yayı həddən artıq isti, qışı isə ən soyuq ərazi yenə də nəzərə ala bilərik. Amma dağlıq ərazilərdə təbii ki, yenə ən soyuq ərazi Bazardüzü olardı. Azərbaycan ərazisində günəşli saatların ən çox miqdarı yenə də arazboyu düzənliklərdə qeydə alınır. Azərbaycan subtropik və mülayim iqlim qurşağında yerləşir. Yəni ərazisinin böyük bir hissəsi subtropikdə yerləşir, kiçik bir hissəsi isə mülayim iqlim qurşağında yerləşir. Azərbaycanda 9 iqlim tipi